Kızı İradə İbrahimovanı sevindirdi. Kızım yüksek bal toplayıb liseye qəbul oldu. Bizi qürurlandırdı. Onun çəkdiyi zəhmət əvvəlcə özünü, sonra isə bizi sevindirdi. Bizim üzərimizə o qədər də yük düşmürdü. Əsas öz gücüdür. Bu sözləri müğənni İradə İbrahimova ASTV-də qonaq olarkən deyib. Qızı İpəkdən danışan sənətçinin onun yüksək balla liseye qəbul olduğunu bildirib. Əlbəttə, hamımızın müəyyən əməyi var, amma tək başına oturub çalışan yenə də uşaqlarımızdır. Onların ətrafında xaos yaşanır, sosial şəbəkələr, qısa videolar diqqət dağıdır. Bunlara baxmayaraq öz yollarını, gələcəklərini düşünürlərsə halaldır. Hamısının yolu açıq olsun. Qeyd edək ki, Ceyhun İzir adlı bəylə ailə quran İradə İbrahimovanın 2 evladı var.